Deməli dostlar, Rəşad qardaşımız Ağcabədi rayonunda Alman məhsulları mağazası açıb. Gördüyünüz burada məhsullar geyimindən tutmuş bu məişət avadanlıqları, nə bilim, ütülərimiz, hər biri orijinaldır və hamısı, necə deyim, adı elə bunun zəmanətidir. Çünki birbaşa Alman məhsullardır. Bilirsiniz də, Alman məhsulları çox keyfiyyətli olur. İndi qardaşımız orada yaşadığı üçün bütün məhsullardan sizə ətraflı məlumat verəcək. Buyur gözəl qardaşım, niyə sənin satdığın məhsulları seçməliyik? Belə bir şey var da, sən məhsulunu bizə tanıtmalısan. Mən bilirəm, bu məhsulların keyfiyyətinə bələdəm. Sadəcə izləyicilərimiz bilsin ki, niyə seçimi Alman məhsulları olmalıdır? Sənin bütün izləyiciləri salamlayıram buradan. Aha, çox sağ ol. Bu günlərim əgər kimsə gedib hardansa hansısa bir elektrik avadanlığını alırsa, sabahlarım əgər o avadanlığa bir şey olursa, o satanın yanına gedir, satan deyir ki, mən düzəltməmişim, mən nə bilim, onun içinə girməmişim. Belə bir şeylər var. Aha. Amma mən bunlara garanti verirəm. Sən bunu məsələn nə garantisi verirəm? Sən bu günlərin bunu aldın, apardın, işlətdin. 5 aydan sonra, 3 aydan sonra, 2 aydan sonra sənin hansısa bir şey bunun xoşuna gəlmədisə, sən onu qaytarıb gətirib verirsən, pulunu alıb gedirsən. Yəni mən bunu çox arxayınlıqla deyirəm. Yəni bu da Alman keyfiyyəti. Alman keyfiyyətinin bax budur, rahatçılığı budur, arxayınçılığı budur ki, mən bu şeylərə tam yəni əminəm də. Çünki mən özüm hal-hazırda belə deyək, hal-hazırda Azərbaycandayım. Almaniyada mən uzun illər, yəni 10 illərlə mən Almaniyada yaşadığım üçün, orada bunları istifadə etdiyim üçün tam arxayın mən bunu sizə deyə bilirəm. İndi başlayaq, məsəl üçün deyirəm, hardan başlayaq? Bugünkü günü bizim dərdli yerimiz haradır? Elektrikə qənaət. Aha. Buyurun, bax bu elektrikə qənaət qardaş, bax bu ütüdür. Deməli bu ütünün burada açılmaq və bağlanmaq yeri var. Bunu taxırıq, bunu toka taxırıq. Bunu toka taxdıqdan sonra biz bunu götürürük, bu qızır, bundan ütülürük, sonra bir də qoyuruq yerinə. Tefal kimi. Bəli, bax bu şəkildə ütülürük. Yəni bu elektrik aparmır. Bax belə bir şeydir. Belə bir şey var. Sonra ütünün, bax bunun bu modeli var. Bax belə açılmaq, bağlamaq yeri var. Əgər istəyərsinizsə bunu üstünə qoyanda bu bir də belə yerə düşər, çıxar yerə düşər. Onun üçün də almanlar bunu fikirləşib. Bunu bağlayırıq, bu heç ara düşmür, qalır yerində. Bax bu şəkildə. Bunu açdıq, bu şəkildə istifadə edib, yəni yerinə qoyuruq. Bunu da qoyuruq bura. Sonra fen dedin, zaryadkalı, onu da göstərərsən. Göstərirəm, hamısını göstərirəm. Belə bir ütülərimiz var, Philips'dir, nə bilim bu böyük tefal, xırda tefal. Keçdik sən dediyin bir şeyə. Məsələn, çox maraqlı bir şeydir. Yol üçün olan saç düzəldən bir şeylərdir. Saç düzəldir, qadınlar üçün saç düzəldir. Deməli, zaryatka, telefon kimi zaryatkaya taxırsan, yığır, çıxardırsan. Burada da bunun açarı var. Açarını açdıq və açıldı. Burada bunun bu şəkildə açırıq. Bu dəqiqə hal-hazırda işləyir. Hal-hazırda işləyir. Qızır, saç ütülürlər. Elə bir şəkildə qızır ki, inana bilməzsən ki, yəni bu şəkildə hardan qızdırır, nə tər qızdırır, çox maraqlı bir şeydir həqiqətən də. Çox gözəl, yəni bunu da bağlayaq. Bax belə bir şey var. Sonra keçək məsələn belə bir fenlərimiz var, belə maraqlı bir dizaynda belə bir saç fenlərimiz var. Saç fenlər fərqli-fərqlidir. Qiymət bilmirəm, qiymət deyilir yoxsa deyilmir burada? Amma məhsulun özünə görə çox münasib verirsən. Mən açığını deyim. Yəni bu cür keyfiyyətə görə sən məhsulları çox aşağı qiymətə verirsən. Buyur. Mixel var. Almaniyanın məsələn markasıdır. Belə deyək də, yəqin ki bu sizin kanal tanınmış bir kanaldır, tanınmış bir səhifədir. Buna yəni inanıram ki, Almaniyadan da baxırlar. Yəni Almaniyada yaşayanlar inanıram ki, başa düşür ki, mən hansı markadan danışıram. Yəni bu Alman məhsulu olmağını, əgər hər hansı bir nəfər Almaniyada yaşayırsa, orada yaza bilər, şərh bölümündə ki, yalan danışırsan, bu Alman məhsulu deyil. Yəni, ora qədər yəni hər formada ütülərimiz var, çeşidlər çoxdur ütüdə. Bu da par ütüsüdür belə, üstə, əyəl-üstü belə çox qəşəng bir şeydir. Bax, bu şəkildə blenderlər var, sonra belə bir marka blenderlər var. Mən sizə belə deyim də, yəni bunu ələ alıb baxmayınca siz bilməzsiniz ki, mən nə demək istəyirəm. Qoy mən baxım. Bax, ağırlıq yəni. Qardaşım, orijinallıq toxunanda belə hiss olunur. Vallahi hiss olunur. Həqiqətən yəni bax belə bir şeylərdir. Yəni bu çox ağır bir şeylərdir. Bunların da sertifikatları da hər bir şeydə içindədir, işlənmə qaydası. Rəngləri də, yəni başqa modellər var, rəngləri də mövcuddur. Saç burur o. Belə arasına qoyub saçı bururlar mən biləni. Saç burandı bu. Burada da bunun istiliyini artırıb azaltmaq üçün belə şeylər dərəcəsi var. Dərəcəsi var. Bax burası bu şəkildə belə tozlu olan belə, bu markadır. Bunu yəqin ki bilirsiniz, tanıyanlar tanıyır. Bu bir markadır, gözəl markadır. Deməli xanımlar, almaqdan bezmisiniz, salonçu xanımlar. Buyurun gəlin, orijinalını alın. Bax bu fenlərin inanırsan aya birini alırlar bəlkə də salonda işləyənlər.
Və bu fendir, daraq fenidir bu. Bunun üzərində nabor olaraq bir dənə də bax belə başlığı verilir. Bax bu şəkildə. Bu dəstdir yəni. Bax bu şəkildə belə kapron verilir. Sonra keçdik universal bir dənə saç ütüləyənə. Bu universal saç ütüləyəndir. Mən sizin onun universal olmağını deyim. Yəni bilir yəqin qadınlar məndən söhbət gedir. Bunu salıb belə saçı vidə salmaq üçün. Sonra bu belə bir şeydir. Ondan sonra belə bir nəzik bir şey var. Purjun ellər, nə ellər bilmirəm. Yox, purjun eləyən buradadır. Bax belə bir şeylər də var. Ondan sonra purjun eləyən bax budur. Bax belə bunu salırıq bunun içərisinə bu şəkildə. Bununla purjun eləyirlər. Bax bunlar hər biri komplekt bunun üzərindədir. Bax bu da saç ütüləyəndir. İstədiyimiz vaxt burada açarı var. Görürsüz? Bağlı və açıq. Açığa edən kimi bunu çıxardırsan içindən çox rahat şəkildə istifadə qədər. Sonra bunu salırsan. Onu çıxardıb bunu salırsan. Bax açar şəkli var. Çox möhtəşəm, orijinal bir ürünlər. Qeyri-adi bir şeylərdir. Dostlar, rasiyanda mən buradan aldım. 4 kilometrə kimi video çəkmişəm. Danışığı var. Sonra belə orijinal. Qoy bir dənəsinə baxın bu qaşığın. Bax bir dənə bunu əllanıb, bir dənə bunu əllanıb sevə belə. Qardaş, bu nədir belə? Orijinallıq. Bu möhtəşəm, 12 nəfərlik qaşıq dəstidir. 12 nəfərlik qaşıq dəstidir. İçində 60 dənədir. Hərəsindən 12 ədəddir. Və belə bir cehizlik üçün bax belə bir ürünümüz. Çox sağ olun. Gələrsiz dostlar. Kim üçün maraqlı olsa gəlsin mağazamıza. Alman mağazası Üçbulağa yaxın bir ərazidə yerləşir.